Ulduz, Nə var? bilirsən, məncə kolxozda bizim institutun filialını yaratmaq vaxtı çatır. Məncə də elədir. Yığışarıq, məsləhətləşərik. Ulduz, de görüm, məni doğrudan sevirsən. Sabah sizə gəlib ata-ananla danışmaq istəyirəm. Gəl də. Ona bax. Sizə nuşicam. Can, sənə qurban olsun Möhsünün bu yazıq canı. Ulduz xanım, məktubuma cavab getirmisən. O məktuba yetər cavab verəcək. Yetər. Yıxılma, səni sevir. Ulduz? Ulduz yox, yetər səni sevir. Yetər? Yetər niyə? Məyər yetər pis qızdır? Qiyamət qızdır. Əntiqədir. Amma o cavandır axı. Sən də qoca deyilsən. Hə? Nə dedi? Nə olar? Ulduz olmasın, yetər olsun. Hə? Nə fərqi var ki? Qulaq as. Onsuz da deyirlər ki, Ulduz kolxoz sədrinə ərə gedir. Bu ola bilməz. Möhsün yaralanmışdır, hey bir bax ürəyi qandır. Doktor dedi ki, yalnız yetər ona dərmandır. Salamünaleyküm Ulduz xanım. Salam. Əmr eləmişəm ki, sizin bütün tapşırıqları yerinə yetirsinlər. Nə tapşırıqları? Buyur. Demişdiniz ki, bura gətirsinlər. Demişəm gətirsinlər. Toxumun yaxşısını demişdiniz, söşdürürəm. Tozlamanı başlayıblar. Gürcüstana da yazmışam ki, təzə şitil göndərsinlər. Lap yaxşı, işin xeyrinə... Oylap zərər nə olsun? Ulduz xanım, sizin dodaqlarınızdan qopan hər kəlmə söz mənim üçün qanundur. Bilirsiniz, tələbələrə də təcrübə üçün şitil verdirmişəm. Ulduz xanım, bu axşam sizə gəlmək istəyirəm. Əliş kişi ilə bir balaca söhbətim var. Gözünə çöp düşdü. Yox, yox, gözümə çöp düşməyib, ürəyimə dərd düşüb. Ağız, him, kim başa düşmürsən? Hə, indi nə deyirsən, gəlim? Sədr kolxozçuların evinə gedəndə nə olar ki? Gəl, nə qədər istəyirsən söhbət elə. Ana, bu himcim nə yaxşı şeymiş. Qız razıdır, gedim elçiləri göndərim. Mən qədirəm yollar üstə duraram, kah gedərəm, kah boynumu vuraram. Mən qədirəm yollar üstə duraram, kah gedərəm, kah boynumu vuraram. Oyan ay qız qadan mən allam, getmə də yan ay qız qadan mən allam. Oyan ay qız qadan mən allam, getmə də yan ay qız qadan mən allam. Mən qədirəm bağça bağı gəzərəm, gül çiçəyin təptəzəsini üzərəm. Mən qədirəm bağça bağı gəzərəm, gül çiçəyin təptəzəsini üzərəm. Oyan ay qız qadan mən allam, getmə də yan ay qız qadan mən allam. Oyan ay qız qadan mən allam, getmə də yan ay qız qadan mən allam. Dedi ki, yalnız yetər dərmandır. Doktor dedi ki, yalnız yetər dərmandır. Doktor dedi ki, yalnız yetər. Salam subay. Salam. Bu şeiri sən yazmısan. Doktor dedi ki, yalnız yetər ona dərman.
mən yazmışam. Cavab vermişəm. Ha, cavab üçün gəlmisən? Neynə? Bu saat cavabı bu alarsan. Bu saat. Səni elə tənqid atəşinə tutacağam ki, ömürlük məktub yazmağı tərk edəcəksin. Sən Allah subay, yalvarırım sənə, yaxşıdır. Yetər abi, yadından çıxaracaqsan. Dayan, yetərin adını çəkdiyin üçün, burada şeir yazdığın üçün. Ay subay, subay, sən Allah çıxır. Subay, ya, subay, yaxşıdır. Subay, yalvarırım, ben sen, ay, sen bizden durma ben. Subay, yalvarırım, ben de hemen. Koy. Bu kimdir? Yəqin şəhərdən gələn qızlardandır. Yorulub yatır. Ay qız, ay qız. Uy başım axıyır. Az burada nə yatmışsan? Dur gedək evə. Az dur. Mən qız deyiləm. Görürəm, baxdın getirib ki qız olmamısan. Yoxsa bu göv deyilər. Ömür billah evdə qız qalardın. Dur az, eşidirsən. Görmürsən burada istirahat eləyirəm? Uy, sən kimsən? Mən Məhəmmədəm. Uy, tanımadım. Və familiyen nədir? Məhəmmədov. Və dədənin adı nədir? Məhəmməddir. Məhəmmədoğlu Məhəmmədov. Başa düşdün? Bəxtəvər. Bütün Məhəmmədləri yığıb doldurmuşsan üstünə. Axı sən kimsən? Mən bu toğuqçuluq firmasının biri qədirim. Deyirəm axı. Danışmağa adam tapmırsan. Fermada toğuqlarla nə danışasan? Odur ki, bir insan evləri görən kimi qırsaqqız olur, yapışırsak deyinlər. Brava, Hə. məndən əliniz, mənim qadın xeylanına xoşum gəlir. Hə, elə sən də məndən əliniz. Mənim də kişilərdən xoşum gəlməz. Kişi görəndə elə bil yumurtlamayan toyuq görür. Bəs məhəbbət, sevgi, eşq, O nə olan şeydir? Məhəmməd. başa düşmədin? Yox, düşmədi. Bu saat səni başa salım. Göz qaralır, baş fırlanır, adam solur eşqizdən. Gör dünyada nələr olur eşqizdən. Mən də sərbəst bir adamam, yoldaşam qadınlara. Polad kimi ürəyim var, sevgi hara, mən hara. Adın nədir? Züleyxa. Aşk olmaz sən ki? Yox ha. Heç bilirsən eşqi nədir kişilərin kələyi. Heç bilirsən eşqi nədir kişilərin kələyi. Mən sevirəm adiləmi cürə yalan deməyi. Qadın kişi bərabərdir, sevgi nədir, eşq nədir. Avaralıq eləmək üçün bunlar bir bahanədir. Adın nədir? Məhəmməd. Söz mü sözdür? Əlbət.